25 ildir mədə ağrısından omez atır. Baxın. Qardaş, məndə düz 25 ildir omez dərmanı atıram. Bu təbii çaytikan yağı hardan tapmaq olar? Təbii çaytikan yağı, bax göstərirəm sizə. Bax budur. Herbafloranın olan. Fitoklublardan alın. 2 dənə alın bundan, baha deyil. 2 dənə alın, səhər, günorta, axşam yeməkdən 40 dəqiqə, 1 saat qabaq bir orta xörək qaşığı için. Bu 2 dənə qutarana qədər. Bir də duzlu, istiyotlu yeməyin, baldan istifadə eləməyin. Sonra demək, tərəvəzlərdən az istifadə eləyin bu müalicə müddətində inşallah. Bax belə. Yəni heç olmasa ən üstünü budur. Ən üstünü budur fitoklublardan alınan. Amma belə müsəlmanlardan da ala bilərsiniz. İndi inandığınız müsəlmanlar varsa, çaytikan yağı biraz çətin məsələdir. Apteklərdə də Altayın olan çaytikan yağı normaldır. Başqa çaytikan yağı olanlar isə, başqa firmanın olanlar, onun çaytikan yağından xəbəri yoxdur. Bu başqa şeydir o. Onun tərkibində Allah bilsin nələr var. Amma ən üstünü yenə deyirəm, budur. Bu.